Bəli dostlar, hamınız Varnamehdə Rusiya imperiyası ilə oynadığımız serinin 6-cı bölümünə xoş gəlmişsiniz. Artıq 6-cı bölümə keçmişəm. Mən Rumeniyaya baxdım. 3 bölümlü eləmişəmmiş Rumeniya serisini. Ona görə artıq həmin maksimum bölüm şeyimizdən artıq 3 seri qabaqdayıq. Ən son xatırlayırsınız ki, Alman imperiyasını fəth eləmək üçün hazırlaşırdıq və Yunanistana qarşı uğursuz bir səfər düzəltmişdik. Yadınızdadırsa. Bəli, indi bir tur da atlayaq oradakı Litvadakı əskərlərin yığılmasını gözləyək. Güman ki, Alman imperiyasının hamısını almayacağım. Yəni, hamısını almaq fikrim yoxdur da, ən uzağı belə-belə yerlər Almanya mənə barış zat təklif eləyər. Belə də yəni. Anladınız nə qədər. Biraz Sileziyanı, nə bilim, Königsbergi, Şərqi Prusiyanın zadı. Belə-belə yerlərdə yəni. Almaq fikrim var. Oraları alandan sonra da Alman imperiyası ilə barış eləyəcəm ki, əgər barış eləməsəm hamısını da alaraq. Çox da şeyi yoxdur. Görək nə gəldi. Honduras. Hə, qəbul edirəm. Honduras onsuz da məndən nə qədər uzaqdadır. Hə, nə qayıra bilər ki. Bu nədir? Yox. Amerika ilə əlaqələrim nətərdir mənim? Görün, buradan məndən torpaq zad almayıb. Amerika ilə ümumiyyətlə görüm şeydir, barış eləmək olur. Barış eləyə bilirəmsə eləyim. Barış. Görək barış eləyə bilirik uşaqlar. Yox. Amerikadan barış eləyən çıxar sizdə. Fikiriz ki, savaşda da o 100 bil. Amerika İngiltərəni çiliyir. Bu nədir? Bu kimdir? Nəcidir var? Hasan? Valla siz... Hə, yadımdadır. Bunlar mənə savaş elan eləmişdi axı. Sıqqılı bir dənə problemimiz var uşaqlar. 1589 nəfərlik ordu bunları çoxdan çiliyər. Bir dənə tur atlayaq tezcə. Nəcid və Hasa da mənə savaş elan eləmişdi. Yadımdadır, İtaliya ilə barışmışdım mən. Amma Nəcid və Hasa mənə savaş elan eləmişdi. Onunla barışmamışdım. Barışmamışdım. Biz də Honduras'a savaş elan elədik. Serbiyanın Honduras'la nə əlaqəsi var sən Allah? Kolumbiya ilə Avstriya savaşır. Çili Avstriya savaşır. Nə baş verir Allah? 2 dənə nəsə gəldi. Ümid edirəm ki, kimsə mənə savaş elan eləmiş olmaz. Nəcid və Hasadır bir dənə, başqa bir şey yoxdur. Estağfurullah. Yox. Nəcid və Hasa. Nə deyim indi mən sizə? Buranı alıram. Buranı da alıram, buranı da alıram. Torpaqlarımı verin. Rədd olun torpağımdan. Bağımsız dövlət oluşturan deyil, hə? Bağımsız dövlət oluşturmalıyıq dostlar. Yox sən Allah.
Deməli, özümüz həll eləməliydik uşaqlar. İran niyə mənə savaş elan edir la? İranla mənim nə işim var idi bax. İran rədd ol buradan sən Allah. Bir dənə torpaq alım mı bundan görəsən? Yox sən Allah. Rədd ol get başımdan o yana İran. İransan İranlığın olsun hə. Biraz gülməli. İranla da ilişki geçdirim. Rədd olsun geçsin başımdan. 5. Bəsindir. Başımdan o yana olsan Allah. Fərqindəyim, oradan maşın səsi gəlir. Bu orduları bura bölək. 3 tərəfə böldüm ordunu. Urmiyaya da bir dənə ordu qoyaq. Balaca. 1292, hə. Bu qədər bəsdir. İran mənə savaş elan elədi deyəndə şoka düşmüşdüm. Çünki İranla böyle bir cəbhəli savaş heç də yaxşı olmazdı. Ekonomiyamız dağlardı rəsmən. Orduları düzəltmək olmaz deyə. Hızlı asker toplaya balaca ordular qoymalı olardım. Sonra başımız dərdə girərdi də. Allahdan 4 qızılımız var imiş. 2 dənəsi ilə öz torpağımızı geri aldıq. 2 dənəsi də qaldı deyə bizi qəbul elədi barışımızı. Hayda, indi də Uruguay Avstriyaya savaş elan elədi. Nə boş verir la. Hə, indi gənə 2 dənə xəbər gəldi. Cəhənnəmə. Yaxşı. Serbiyada bir hər poxpusura savaş elan edir. Bu nə də? Kim gəldi eləyir savaşını? Buradakı ordunu yönləndirək bura tərəf. Digər tərəfdəki ordular da qalsın uşaqlar. Texnoloji araşdırması. Tərsanə 3. Yaxşı olar. Buralar biraz nəsə oldu buralara. Kırsal alanının yüksəldiyi köy olsun bura. Üzür. Məqsəddir, buranı kənd elədim. Burada biraz savaş getdi. İnşaat quraq. Yox, inşaat yox, binalar. Qala qurmuşuq. Daha doğrusu qurmamışıq. İran qurmuşdu onu. Biz almışıq. Bura bir dənə universitet inşa edək. Gilan Universiteti olsun adı da. Üç tərəfdən də bu o torpağa hücum eləyək biz. Urmiyadan da hücum eləyək. Uşaqlar, yaxşı ki, Nəcid İranla savaşımız getmədi. Heç savaş olmadı. Yaxşı ki. Buradan da onsuz da Nəcid və Hasa onsuz da heç nə eləyəməz. Bir dənə barış eləyəcəm. Barış eləməyi qəbul eləməsə qəbul eləməsin.
Osmanlının üstündən zat nətər keçdi bu? Osmanlının deyəsən kuklasıdır yoxsa nə idi? Mənə niyə savaş elan edirsən? Abalar, mən Osmanlı ilə çox yaxşı ilişkilərim var. Yəni mənim fikrimcə var idi. Hə, indi gənə kim hansısa müttəfiqimiz gənə kiməsə savaş elan eləməmizi istəyir. Bütün Cənub Mərkəzi Amerika ilə savaşıram ya. Bu nədir? Kuba, Honduras, nə bilim nə. Onlar mən nə qayıra bilərlər ki? Bir yana da baxanda. İspanyada Braziliyaya savaşı yana. Portuqaliya eləməliydi onu. Hə, indi də Meksika. Yox. Yox qaqa, yox. İstəmirəm də, istəmirəm. Şimdi Britaniyada mənə İrana qarşı savaşa çağırar. Nə deyərəm ancaq? Gənə Nəcid və Hasa orduları. O həmən nə deyim da? Elə bildim Monaco İmparatorluğu yazılıb. Alman İmperiyası yazılıbmış. Ona mən buradakı Nəcid və Hasa dövlətinə qarşı hücum eləyə bilərəm. Yox, hücum eləyə bilərəm. Onda oradakı ordu qalsın uşaqlar. Oradakı ordu qalsın. Biz bir dənə Polşanı fəth eləyək tezcə. Bir dənə tezcə Polşaya savaş elan eləyək. Tezcə fəth eləyək bunu. İki tərəfdən hücum eləyək. Daha az şeyimiz olsun. Daha itkilərimiz çox görsənməsin. Görək burada işlər nətər gedir. Nəsə yaxşı gedir. Nəsə olsa baxacağım. Avstriya, Macaristan da hər yerdə torpağı var ya. Habsburg monarxiyasına dönüb hər yer. Çöldən də maşınlar ancaq siqnal verir, danışmaq olmur. Bir də son vaxtlar havalar isti keçir, yay tətilindən ağarırsınız. Hə? Kommentlərdə yazarsınız. Ya da yazmazsınız, bilmirəm. İstəsəz yazarsınız, istəsəz istəməsəz yazmazsınız. Yəni özünüzə qalıbdır. Sizə qalıb. 3 dənə mesaj gəldi. Gənə kimlər nağarırlar, Allah bilir. Biri güman ki, Nəcid və Hasa barış eləyir demək olacaq. Digərlərindən biri yəqin Varşava, hə, Polonya başkentini kaybetdi. Bu nədir? Barış. Barış antlaşmasını görüntülə. Okuyam mən. Hər şey nətər var idi, o vaxtki dövrünə qayıtdı. Donma da donma. Ay bala. Zəhləm gedir də bu donma. Ha, bu nədir? Yoxsa. Çünki Polşa getdi, ona görə barış antlaşmasını görüntülə deyənmir. 6.000'in 5.000'ini bu yana, 1.000'ini bu yana, o birisi tərəfə. Deməli, bu yana 5.000 eləyirək. Deməli, geriyə qalan 1000 nəfərlik ordunu da bu yana eləyik. Alman İmperiyası sərhəddində ordularımızı qoymamız. Bir də uşaqlar deyəsən, Contribols at war mu yoxsa bir şey demişdim. O mu? Cavabına bir şey tapdım.
Europe 1890 oynayarıq dostlar. Europe 1890'da mən Rusiya ilə oynayacağım. Onu da videoya çəkərəm. Sizə göstərəcəm sonradan. Sonradan deyəndə ki, yəni mən Rusiyanı açdım. 2 gündə oynayıram. Dünəndən bəri oynayıram. Rusiyanı açmaq üçün Britaniya ilə 1890-cı ildə orada görevlər var. Onları tamamlamaq lazımdır. Almaniya ilə Hollandiyanı kuklam elədim. Bir də çoxlu ərazilər keçirdim Fransadan uzaqda. 60 əyalət oldu. Yəni onunla da Rusiya mənə verdi. Heç deyirlər ki, tur atlayırsan ondan sonra verir, amma heç tur atlamaya ehtiyac yox imiş. Elə mən sonuncu ərazinə Fransadan ələ keçirdim. Sonra 60 ərazi oldu. Sonra savaşdan çıxanda birdən savaşdan çıxırdım. Elə heç həyatda görsəmədim. Birdən-birə Rusiyanı qazandınız deyə bir şey çıxdı. Oradan da yəni Rusiyanı qazandım. Ondan da Rusiya ilə oynayarıq uşaqlar. Varnamenti siləcəm. Onsuz da seyrimiz qutarır yavaş-yavaş. Bura 4000'lik balaca bir ordu qoyaq. Deməli, dostlar, bircə dəqiqə gəl. Bircə dəqiqə. Dostlar, geri qayıtdım. Bircə dəqiqə görüm açmışam. Açmışam. Deməli, 4000 ordunun düzəlməsini gözləyirik. Güman ki, düzələcək orada və 5000 ordu olacaq. Biz də 5000'lik ordularla Almanyaya girəcəyik. Bu 5000'lik orduları saysaq güman ki 100 eləməz məncə. Məncə 100 eləməz. Və Hollandiya Şərqi Hind Adaları kompaniyası varlığına son verildi. Portuqaliya tərəfindən səhv eləmirəmsə. Bəli, indi yenə nə var? Yenə nədir? Almanya mənə savaş elan edibsə problem yoxdur. Onsuz da girəcəm Almanyaya. 5000'lik ordularımı nəsə eləyə bilməz. Yəni, ümid eləyirəm ki, eləyə bilməz. İndi də Braziliyaya savaş elan eləmək istəyir. Mən bu Serbiya tərəfindən məcburan savaş elan edildiyim hamı ilə barış eləyəcəm. Honduras. Barış. Eləmirsən cəhənnəmə. Yox. Cəhənnəmə. Meksikaya niyə savaş elan eləməliyim, bilməyəm. Kubaya da savaş elan elətdirdi adam. Kuba ilə görüm barış eləyə bilirəm. Nəysə, heç olsun müttəfiqimi təşvik eləyim, geçsin, o həll eləsin. Ya da yox, boş ver. Heç lazım deyil, heç özümə biz belə salmayım, bu nədir? Amerika gəlib dostlar. Avstriya Macaristan serisi misalı. Bir dəqiqə görün. Çinə nə oldu la? Büyük King nədir la? Büyük King. İlk dəfədir belə bir şey görürəm ki, kimsə nəsə formuladı. Büyük King'in masalı. Payaton yiyəsi. Bu nədir? Nə deyirdim? Axır Büyük King formuladı. Axır Amerika yüzündən serimizi bitirmək məcburiyyətindəyik. Poxa qalsın.